işğalı necə unuda bilərik? Şəhidlərimizi necə unuda bilərik? Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik? Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq. Bunu mən bir də deyirəm, mən bunu birinci dəfə deyir ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Və əbədi sülhə nail olmaq üçün hər zaman bizim potensial düşmənlərimizdən güclü olmalıyıq bir neçə dəfə.